Dördbucaqlılar və çoxbucaqlılar. Çoxbucaqlı və onun xassələri. Qulaq asın uşaqlar. Deməli, bu tərifi sizdən soruşmayacağım heç vaxt, lazım deyil. Sadəcə olaraq gəlin tərifə uyğun bu fiquru çəkək. Deyir ki, A1, A2, A3 və s. AN nöqtələrindən və bu nöqtələri cüt-cüt ardıcıl birləşdirən A1, A2, A2, A3 və s. AN, A1 parçalarından ibarət fiqurda qonşu parçalar bir düz xət üzərində deyilsə və qonşu olmayan parçalar kəsişmirsə, bu fiqura n bucaqlı deyilir. Gəlin n-in yerinə biz özümüzdən bir dənə ədəd götürək. Məsəl üçün 6. Yəni 6 bucaqlı çəkəcəyik. Görək bu 6 bucaqlının çəkilmə prosesi əslində necədir? Uşaqlar, 6 bucaqlı çəkirəmsə, mənim neçə dənə nöqtəyə ehtiyacım var? 6. Bu 6 dənə nöqtəni elə seçməlisiniz ki, qaydası budur. Elə seçməlisiniz ki, heç bir üçü bir düz xət üzərində olmasın. Bax, fikir verirsinizmi? 6 nöqtəni elə seçdim ki, bir düz xət üzərində deyil. Bunun birincisinin adı olsun A1, ikinci nöqtənin adı A2, A3, A4, A5 və neçə? A6. Bu nöqtələri qeyd elədim. Sonra bu nöqtələri cüt-cüt ardıcıl birləşdirəcəyik. Cüt-cüt ardıcıl birləşdirəcəyik. Yəni, nə ilə nəyi birləşdirəcəm? A1, A2. Fikir verirsinizmi? Bax, görürsünüz, yazmışıq. A1, A2. Sonra nə ilə nə birləşməlidir? A2, A3. Sonra gələcək A3, A4, A4, A5, A5, A6. İndi ən sonuncusuna baxın. Fikir verirsinizmi? AN, A1. Yəni sonuncusu yenidən nəyə qayıtmalıdır? Birinciyə. A6, A1. Nəticədə biz nə elədik uşaqlar? 6 bucaqlını çəkdik. İndi qeyd elədiyimiz bu A1, A2, A3, A4, A5, A6 bu fiqurun təpə nöqtələri. Bunları birləşdirən parçalar. Bu parçanın adı nədir? Bu parçanın adı. A1, A2 parçası. Bunun adı A2, A3, A3, A4, A4, A5, A5, A6 və A6, A1 parçaları bu fiqurun nələridir? Tərəfləri. Başa düşdünüzmü? Nöqtələrə təpələr deyəcəyik, parçalara tərəflər deyəcəyik. İndi, dediyim kimi, bu tərifi nöqtə vergülünə qədər əzbərləməyə ehtiyac yoxdur, sadəcə başa düşməlisiniz. İndi, keçirəm növbəti bir qaydamıza. Çoxbucaqların aşağıdakı növləri var. Nələrdir uşaqlar? Birincisi, qabarıq çoxbucaqlı. İkincisinin adı nədir? Qabarıq olmayan çoxbucaqlı və yaxud sadəcə çökük çoxbucaqlı deyəcəyik. Deməli, çoxbucaqlı onun istənilən tərəfini özündə saxlayan düz xəttə nəzərən bir yarım müstəvidə yerləşərsə, qabarıq çoxbucaqlı, müxtəlif yarım müstəvilərdə yerləşərsə, ona çökük və ya qabarıq olmayan çoxbucaqlı deyəcəyik. Nə demək istəmişik? Məsəl üçün, bu ABCDY neçə bucaqlıdır uşaqlar? 5 bucaqlı. Bu 5 bucaqlının BC tərəfindən belə bir dənə xətt keçirdim. Bu 5 bucaqlı, bu çəkdiyim xəttin tamamilə bir yarım müstəvisindədirmi? Bir yarım müstəvisi dediyim nədir? Bir tərəfində qaldı. Və yaxud, istəsəm bunu CD-dən çəkərəm. Yenə bir tərəfdə qaldı mı? Əslində, hamısını yoxlamalısınız uşaqlar, qanunla. Sonra DY-dən xətt çəkin, yenə bir tərəfdə qaldı. AY-dən xətt çəkin, yenə bir tərəfində qaldı. AB-dən xətt çəkin, yenə bir tərəfində qaldı. Demək ki, bu nəymiş? Qabarıq çoxbucaqlı imiş. Amma ikinci şəkildə bu 6 bucaqlıdır. Məsəl üçün, AB-dən belə bir dənə xətt çəksəm, fikir verirsinizmi? Bir tərəfində qaldı. Hələ nə kimi görünür? Qabarıq kimi görünür. BC-dən çəksəm, yenə qabarıq kimi görünür. CD-dən çəkdim, yenə qabarıq kimi görünür. DY-dən çəkdim, yenə qabarıq kimi görünür. Amma FY-dən çəksəydim, bax, FY-dən keçən belə bir dənə xətt çək. Fikir verdinizmi? Çəkdiyim xəttin müxtəlif yarım müstəvilərində fiqurun hissələri var. Həm yuxarısında, həm aşağısında. Onda bunun adına qabarıq olmayan və ya çökük çoxbucaqlı deyəcəyik. Məsəl üçün, AF-dən keçən, AF-dir bunun tərəfi. Buradan keçən bir dənə xətt çəksəm, görə bilirsiniz uşaqlar?
Fiqurun hissələri bunun müxtəlif tərəflərindədir. Demək ki, bu yenə də qabarıq olmayandır. Çatdı mı? Tamam. Davam edirik. Növbəti bir qaydamız gəlir. Deyir ki, çoxbucaqlının bir təpəsindən çıxan tərəflərinə qonşu tərəflər, bir tərəfin uc nöqtələrinə isə qonşu təpələr deyilir. Çoxbucaqlıda qonşu olmayan təpələri birləşdirən parçaya diaqonal deyilir. Gəlin bunların açıqlamasını verim sizə. Diqqətiniz məndə olsun. Birinci tərif nə idi? Deyir ki, bir təpədən çıxan tərəflər. Məsəl üçün, Y təpəsindən çıxan tərəflərə baxın. Hansı tərəflərdir bu? YD, bir də AY də deyə bilərəm, YA da deyə bilərəm. Onda bu iki tərəfin adına nə deyəcək uşaqlar? Qonşu tərəflər. Məsəl üçün, CD tərəfinin uc nöqtələrinə baxın. CD tərəfinin uc nöqtələri C və D nöqtələridir. Onda bu nöqtələrin adına nə deyəcək uşaqlar? Qonşu təpələr. Bir də qonşu olmayan təpələr var. Məsələn, bu şəkildə qonşu olmayan təpələr nə ilə nədir? Tutaq ki, A ilə C qonşu olmayan təpədir. Onda bu qonşu olmayan təpələri birləşdirən bu xəttin adı olacaq diaqonal. Bax, bunu soruşacağım sizdən. Diaqonal nəyə deyilir? Tərifi nədir uşaqlar? Qonşu olmayan təpələri birləşdirən düz xəttə deyirlər diaqonal. İndi sizcə burada qonşu olmayan sadəcə A ilə C-dirmi? Məsəl üçün, A ilə D də var. Onda A ilə D-ni birləşdirdiyim xəttin adı da diaqonal olacaq. Sonra C ilə Y-ni çəkə bilərəm. B ilə Y-ni çəkə bilərəm. B ilə D-ni çəkə bilərəm. Bunların hamısı bu fiqurun diaqonallarıdır. Öyrəndik mi diaqonalın olduğunu? Tamam. Davam edirik. Növbəti bir qaydamız gəlir. Deyir ki, tərifə baxırıq. Qabarıq çoxbucaqlının vermiş təpəsindən çıxan iki tərəfin əmələ gətirdiyi bucağa həmin təpədəki daxili bucağı deyilir. Daxili bucağa qonşu olan bucağa isə çoxbucaqlının xarici bucağı deyilir. Nə deməkdir? Gəlin danışaq uşaqlar. Məsəl üçün, ixtiyari bir dənə qabarıq çoxbucaqlı çəkmişəm. Heç adını sanını bilmirəm. Bir təpədən çıxan iki dənə qonşu tərəfin arasında qalan bax bu hissənin adına nə deyəcək uşaqlar? Daxili bucaq. Aydındırmı? Daxili bucağın qonşusuna isə, bu da bax bu hissəsinə isə nə deyəcək? Xarici. İndi daxili bucaqla xarici bucaq fikir verirsinizmi? Qonşu vəziyyətindədir. Demək ki, bunların cəmi 180-dir. İndi növbəti qaydaya baxın. Çoxbucaqlının istənilən təpəsindəki daxili və xarici bucaqlarının cəmi nəyə bərabərdir? 180 dərəcəyə bərabərdir. Daha sonra uşaqlar, qabarıq çoxbucaqlılar üçün bəzi düsturlar var. Həmin düsturları bir-bir qeyd eləyək və ona nümunələrə baxaq. Deyir ki, qabarıq n bucaqlının daxili bucaqlarının cəmi 180 vurulsun n-2 düsturu ilə tapılır. Məsələn, qabarıq 8 bucaqlının daxili bucaqlarının cəmi n nəyə bərabərdir? 8-ə. 180 vurulsun n-2 düsturunda n-in yerinə nə qoyacaq? 8. 180 vurulsun 8 çıx 2. Bu elədir. 180 vurulsun 6. Cavab nə oldu uşaqlar? 1080. Başa düşüldümü? Düsturdu yerinə sadəcə qiymətini qoydum. Növbəti qaydamız. Qabarıq n bucaqlının xarici bucaqlarının cəmi 360 dərəcədir. Uşaqlar, bu o deməkdir ki, fiqur neçə bucaqlı olursa olsun, cümləni bir də deyirəm, fiqur neçə bucaqlı olursa olsun, xarici bucaqların cəmi həmişə neçə dərəcədir? 360. İndi, misal 2-də hər təpədən bir bucaq götürməklə qabarıq 5 bucaqlının 4 xarici bucağının cəmi 335 dərəcəyə bərabərdir. 5-ci bucağın dərəcə ölçüsünü tapın. Təbii ki, nə etməlisiniz uşaqlar? 360-dan 335-ə çıxacaqsınız. Cavabımız nə olacaq? 25. 4 dənəsinin cəmi 335-dirsə, onda 5-incisi olacaq 25. Çünki toplamı bizə 360-ı verməlidir. Növbəti gəlir. Qabarıq n bucaqlının bir təpədən çıxan diaqonallarının sayı n çıxılsın 3 düsturu ilə tapılır. Uşaqlar, oradakı o 3-ün səbəbini sizə bu formada deyə bilərəm. Məsəl üçün, yenə bir dənə çox bucaqlı çəkirəm. Belə bir şey.
Bura A, bura B, bura C, bura D. Bu Y olsun, bu da F olsun. İndi sual verirəm sizə. A nöqtəsindən hansı təpələrə diagonal çəkmək olmaz? Nöqtə deməsiz aşağılar. Hansı? B-yə diagonal çəkə bilmirəm. F-ə diagonal çəkə bilmirəm. Bir də təbii ki, özünə diagonal çəkə bilmirəm. Yəni, bir nöqtədən neçəsinə diagonal çəkmək olur? 3-ünə. Onda neçə dənəsinə çəkmək olur? N-3-ünə. Uşaqlar, məsəl üçün, burada 10 dənə nöqtə var idi. İxtiyari bir dənə nöqtəni götürdüm. O nöqtədən 3 nöqtəyə çəkə bilmirəmsə, qalan 7-sinə çəkə bilirəm. Ona görə düsturumuz olur N-3. İndi, misal 3-ə baxın. Qabarıq çoxbucaqlının bir təpəsindən çıxan diagonallarının sayı, bu düstur nə idi? N-3. 7 olarsa, onda tərəflərinin sayını tapın. N bərabər oldu 10. Mənfi 3-ü keçirdik bu üzrə. Daha 7-dən 3 çıxmayın. Başa düşürsünüzmü? Tamam. Növbəti gəlir. Qabarıq N bucaqlının diagonallarının sayı. Diagonallarının sayı N vurulsun N çıxı 3 bölünsün 2-dir. Uşaqlar, məncə bu düsturda bu N çıxılsın 3 hissəsi hamımıza çatıb. Səbəbini dedik, niyə N çıxı 3-dür? Çünki 3 təpəyə diagonal çəkmək olmur. Bəs niyə N-ə vurub 2-yə bölmüşük? O deməkdir ki, bayaqki şəkili yenidən bir də çəkirəm. Bura olsun A, bura olsun B, bura C, bura D, bura Y, burada F. Baxın uşaqlar, mən əgər A-dan C-yə diagonal çəkmişəmsə, növbə C-yə çatanda C-dən A-ya çəkəcəyim diagonalı çəkməyəcəm. Bilirsiniz nəyə görə? Çünki AC diagonalı ilə CA diagonalı eyni diagonaldır. Şimdi çatıra bildimmi? Yəni 2 dəfə götürmürük. Ona görə burada n dənə təpə nöqtəsi varsa, n vurulsun n çıxı 3 sayda normalda diagonal çəkmək olur. Amma birini 2 dəfə saymayaq deyə nəyə bölməliyik bunu? 2-yə bölməliyik. Bax, düsturun alınmasını dedim sizə. İndi misalımıza baxaq. Qabarıq çoxbucaqlının daxili bucaqlarının cəmi 1080 dərəcədir. Daxili bucaqların cəmi düsturu 180 vurulsun n çıx 2. Bunu 1080-ə bərabərləşdirək. Əvvəlcə tərəflərinin sayını tapaq. 180-ə bölün hər iki tərəfini. N çıx 2 bərabər olur 6. N nəyə bərabər oldu? 8-ə. İndi 8 bucaqlının diagonallarının sayını tapaq. Düsturumuz n vurulsun n çıx 3 bölünsün 2 değil mi? N'i yerinə 8 qoyun. 8 vurulsun 5 böl 2. Cavabımız doldu. Değil mi? Aydın olur mu? Tamam. Devam edirik. Növbəti tərif gəlir. Bütün tərəfləri və bütün bucaqları bərabər, yəni kongruent olan çoxbucaqlıya düzgün çoxbucaqlı deyilir. Deməli uşaqlar, bir fiqurun düzgün çoxbucaqlı olması üçün gərək onun bütün tərəfləri bərabər olsun, həmçinin bütün bucaqları bir-birinə bərabər olsun. Məsəl üçün, indiyə qədər bərabər tərəfli üçbucaq deyirdik, amma bundan sonra həmin o bərabər tərəfli üçbucağın adına nə deyəcək uşaqlar? Düzgün üçbucaq. Çünki bərabər tərəfli üçbucaqda bütün tərəfləri bərabərdir, həmçinin bütün bucaqlar da bərabərdir. Bu məntiqlə kvadratın digər bir adı nə olar? Düzgün dördbucaqlı. Çünki kvadratda da bütün tərəflər bərabərdir. Hər bir daxili bucaq isə kvadratda hər bir daxili bucaq 90 dərəcədir. Həm bərabərdir, həm də 90 dərəcədir. Burada da yenə düsturlarımız var. Deməli, düzgün n bucaqlının daxili bucaqlarının cəmi düsturu, bu düsturu bayaqlarda yazdıq. 180 vurulsun, n çıx 2-dir. Misal 5-də düzgün 8 bucaqlı yazmışıq, amma bayaqki misalda qabarıq 8 bucaqlı idi. Yenə də nəticəsi n olacaq. N bərabərdir 8. 180 vurulsun, 8 çıxaq 2. Cavabımız nə oldu aşağılar? 1080. Sonra misal 6-ya baxırıq. Bir, daxili bucaqlarının cəmi 2160 olan düzgün çoxbucaqlının tərəflərinin sayını tapın. Nə edəcəyik sizcə? Həmin o düsturu 180 vurulsun n çıx 2 düsturunu 2160-a bərabər eləyəcəyik.
180 ilə 2160 ixtisara gedir. Qalır burada 12. N çıx 2 12-dirsə, onda N özü tapılır 14. Çatırmı? Çatır. Davam edirik. Növbəti gəlir. Düzgün N bucağının hər bir daxili bucağı alfa bərabərdir. 180 vur N çıx 2 bölünsün N düsturu ilə tapılır. Uşaqlar, bu düsturun sürəti bizə tanışdır. 180 vur N çıx 2. Bayaqdan danışırıq. Nəyin düsturudur? Daxili bucaqların cəmi. İndi düzgün fiqurdur deyə biz bu cəmi tərəflərinin sayına bölmüş olsaq, yəni N-ə bölmüş olsaq, bir təpədəki daxili bucağı tapmış olarıq. Misalına baxaq. Düzgün 5 bucağının hər bir daxili bucağı neçə dərəcədir? Alfa bərabərdir. 180 vurulsun. N çıx 2 bölünsün N-dir düsturumuz. İndi bu düsturda da N-in yerinə neçə qoyacaq? Söhbət neçə bucaqlıdan gedir? 5 bucaqlıdan. Demək ki, N-imiz 5-ə bərabərdir. 180 dərəcə vurulsun 5 çıx 2 bölünsün 5. Bununla bu gedir. Qalır burada 36. 36-nı da 3-ə vurduq. Cavabımız oldu 108 dərəcə. Çatırmı? Çatır. Növbəti, misal 8-ə baxaq. Misal 8 deyir ki, bir daxili bucağı 135 dərəcə olan düzgün çoxbucaqlının tərəflərinin sayını tapın. İndi bayaqki düsturu 180 dərəcə vurulsun N çıx 2 bölünsün N düsturunu nəyə bərabər eləməlisiniz uşaqlar? 135-ə. Buradan 180 ilə 135-i gəlin əvvəlcə 45-ə ixtisar eləyək. 45-ə gedir hər ikisi. Burada nə qalır? 4. Burada nə qalır? 3. İndi çarpaz vursam 4N çıxılsın 8 bərabərdir 3N. Bildiniz də nə elədim? 4N çıx 2-yə vurdum. N-i də 3-ə vurdum. Çarpaz. Buradan da N bərabər oldu nəyə? 8-ə. Məndən də elə tərəflərinin sayını istəyirdi. Cavab oldu 8. Aydın olurmu? Tamam. Davam edirik. Növbəti. Düzgün N bucağının xarici bucaqlarının cəmi neçə dərəcədir uşaqlar? 360. Bunu onsuz da bayaqlar danışdıq. Düzgün 10 bucağının xarici bucaqlarının cəmi cavab olacaq 360 dərəcə. Yaxşı mı? Çətin deyil. Növbəti gəlir. Düzgün N bucağının hər bir xarici bucağı alfa iştirik bərabərdir 360 dərəcə bölünsün N düsturu ilə tapılır. Sizcə niyə? Sizcə niyə? Xarici bucaqların cəmi onsuz da bilirəm ki, nə qədər idi? 360. Mən bunu sayına bölürəmsə, tərəf sayına bölürəmsə, onda bir dənə xarici bucağını tapmış oluram. İndi, misal 9. Hər bir xarici bucağı 36 olan düzgün çoxbucaqlının tərəflərinin sayını tapın. Xarici bucağımız 36 dərəcədirsə, bu alfa iştirikin yerinə nə yazım? 360 dərəcə bölünsün N bərabərdir. 36 dərəcə. Onda N də bərabər olar nəyə? 10-a. Demək ki, söhbət 10 bucaqlıdan gedirmiş. Çatırmı bu da? Tamam. Davam edirik. Düzgün N bucaqlının bir təpədən çıxan diaqonallarının sayı düsturu N çıxılsın 3-dür. Artıq bu düsturu məncə mənimsəmişik. Niyə çıx 3 olduğunu bilirik. Özünə və qonşularına nə eləmək olmurdu? Diaqonal çəkmək olmurdu. İndi, misal 10. Düzgün 7 bucaqlının, deməli N bərabərdir 7-yə. Bir təpəsindən çıxan diaqonallarının sayını tapın. Düstur N çıx 3-dür. 7 çıx 3-dən cavab nə olacaq uşaqlar? 4. Sonra, misal 11-ə baxaq. Misal 11-də deyir ki, bir təpədən çıxan diaqonallarının sayı 6-dırsa, yəni N çıxılsın 3 6-dırsa, onda N özü nə qədər olacaq uşaqlar? 9. Çətin bir şey? Yoxdur. Davam edirik. Növbəti. Düzgün N bucaqlının diaqonallarının sayı N vurulsun N çıx 3 bölünsün 2-dir. Bu düsturu da artıq bilirik, niyə belədirsə. N çıx 3 bəllidir. Niyə N-ə vururuq? Çünki N dənə təpəsi var. Bəs niyə 2-yə bölürük? Çünki A-dan S-yə çəkdiyim diaqonalla S-dən A-ya çəkdiyim diaqonal eyni şeydir. Ona görə 2-yə bölməliyik. Yəni, birini 2 dəfə saymayaq deyə.
İndi misal 12. Düzgün 12 bucaqlının deməli n nəyə bərabərdir? 12-yə. Diaqonallarının sayını tapın. Uşaqlar, diaqonallarının sayını tapın deyirsə, nəyi nəzərdə tutur? Bütün diaqonallarının, ümumi diaqonallarının sayını nəzərdə tutur. Düsturumuzu yazaq. N vur n çıxı 3 bölünsün 2-dir. N'in yerinə 12 qoyaq. 12 vurulsun 12 çıxı 3 bölünsün 2. 2 ilə 12 gedir. Nə qalır burada? Altında vurun 9-a. Cavabımız olacaq 54. Aydın olur mu? Tamam. Misal 13'ə baxaq. Misal 13'də deyir ki, bir təpədən çıxan diaqonalların sayı 6 olan düzgün çoxbucaqlının diaqonallarının sayını tapın. Bir təpədən çıxan diaqonal sayı düsturu. Nə idi bayaqlar dedik? N çıxı 3 6-dırsa, n nəyə bərabər oldu? 9-a. İndi məndən istəyir diaqonallarının sayını. N vurulsun n çıxı 3 bölünsün 2 idi. 9 vurulsun 6 böl 2. Buradan bundan mı getdi? Qaldı burada 3. Yeşən cavab nə oldu uşaqlar? 27. Demək olar ki, düsturları burada məncə əzbərlədik. Başdan bir dəfə dalsaq, düsturların hamısını. 180 vur n çıx 2 daxili bucaqlarının cəmidir. Bunu n-ə böləndə nəyi tapırdıq? Bir daxili bucağını. Düzdürmü? Xarici bucaqların cəmi nə idi? 360. Xarici bucaqlarının cəmi. Bunu n-ə böləndə nəyi tapırdıq? Bir xarici bucağını. Bir təpədən çıxan diaqonal sayı nə idi? N çıxı 3. Əgər bunu n-ə vurub 2-yə bölürdüksə nəyi tapırdıq? Ümumi diaqonalların sayı. Əlaqələri görə bildiniz inşallah. Bax, yadda saxlamanın ən gözəl yolu budur. Oldu mu? Tamam. İndi davam eləyək. Davam eləyək. Düzgün n bucaqlının perimetri P bərabərdir n-a düsturu ilə tapılır. Həqiqətən də uşaqlar, bütün tərəflər hamısı bir-birinə bərabərdirsə, məsəl üçün 5 bucaqlıdırsa 5 dənə eyni tərəf var. Deməli, perimetr olacaq 5A. Məsəl üçün, bərabər tərəfli üç bucaqda perimetr düsturunu xatırlayırsınız. Perimetr 3A. Baxın, bərabər tərəfli üç bucaq çəkmişəm. Hamısı A-dır. Perimetr nədir onda? 3A. Kvadrat çəkmişəm. Kvadratda olacaq 4A. İndi düzgün 5 bucaqlı çəkmişəm. 5A. Düzgün 6 bucaqlı 6A. Düzgün n bucaqlı olacaq n-a. İndi misal 14-ə baxıram. Deyir ki, düzgün 9 bucaqlının, yəni n nəyə bərabərdir? 9. Tərəfi 6 cm olarsa, perimetri nə olar? Düsturumuz n-a idi. Yəni 9 vurulsun 6. Cavab nə oldu uşaqlar? 54. Öyrənə bildikmi? Tamam. Davam edirik. Gəlin görək başqa nələrimiz var. 6 bucaqlı və onun xassələri. Deməli, bütün tərəfləri və bütün bucaqları bərabər olan 6 bucaqlıya düzgün 6 bucaqlı deyilir. Şəkli bu formadadır. Bunun adına nə dedi uşaqlar? Bravo, emblemi. Oxşuyur mu? Bravo marketlər. Odur. İndi, daxili bucaqlarının cəmi nə qədər olar? 120. Hardan alındı bu? 180 vurulsun. N çıx 2 düsturunda. N'in yerinə 6 qoyduq. Sonra, hər bir daxili bucağı 120-dir. 720-ni nəyə böldü elə bil ki? 6-ya. Daxili bucaqların cəmi 720-dirsə, bir dənəsini necə tapım? 6-ya bölməklə. Oldu 120. Xarici bucaqlarının cəmi 360-dır. Amma bir dənəsini tapmaq istəyirəmsə, 360-ı böləcəm 6-ya, olacaq 60 dərəcə. İndi sizcə uşaqlar, bunları oturub əzbərləməyə ehtiyac varmı? Məncə yox. Sonra, perimetri nədir? Bayaq tanışdıq. 6A. Düzdürmü? Misal 15-ə baxaq. Tərəfi 15 olan düzgün 6 bucaqlının perimetri. P bərabərdir. Düsturumuz 6A-dır. 6 dənə 15-dən cavab nə oldu uşaqlar? 90. Sonra, misal 16-ya baxırıq. Perimetri 84 olan düzgün 6 bucaqlının tərəfini tapın. Baxın, perimetrimiz 84-dür. Perimetrin yerinə nə qoyacaqsınız? 6A 84. Onda A bərabər 84 bölünsün 6. Cavab oldu 10-dur. Aydın olur mu? Tamam. Ev tapşırığında çoxlu nümunələr var bunlara aid.
İndi gəlir belə bir qaydamız. Düzgün altıbucaqlının kiçik diaqnalı işarə eləyəcək DK, yəni D kiçik. Kiçik diaqnalı A vurulsun köşdə üst üstü ilə tapılır. Uşaqlar, bunun səbəbini demək istəyirəm sizə. Baxın, bu bucaq neçə dərəcədir dedik bayaqlar, daxili bucağı? 120. Əgər düzgün üçbucaqdırsa, daha doğrusu düzgün altıbucaqlıdırsa, bu tərəflər bərabərdirmi? Onda burada yaranan üçbucaq bərabər yanlı üçbucaqdır və bu kənardakı bucaqlarımız 30-30'dur. Bunu mən sizdən çoxlu sual cavab eləmişdim. 30-30-120 üçbucağında tərəflər arasındakı əlaqə A köşdə 3. Xatırladınız mı aşağılar? 30-30-120 üçbucağında tərəflər nəymiş? A kök altında 3. Və bunun adına niyə kiçik diaqnal deyirik? Çünki qonşu olmayan ən yaxın təpə nöqtələridir. Normalda diaqnal deyəndə biz nə axtarırıq həmişə? Qonşu olmayan təpələr. İndi bu qonşu olmayan təpələrin içərisində ən yaxın olanlarını birləşdirən diaqnal olur ən kiçik diaqnal. Misallarımıza baxaq. Misal 17-yə baxıram. Deyir ki, tərəfi 12 olan düzgün altıbucaqlının kiçik diaqnalını tapın. D kiçik nəyə bərabər idi dedik? A kökdə 3. 12 vurulsun kökdə 3. Cavabımız elə budur. Növbəti misalımıza baxaq. Misal 18. Kiçik diaqnalı 15 olan düzgün altıbucaqlının perimetrini tapın. Uşaqlar, kiçik diaqnal 15-dirsə, yəni nə 15-dirsə? A kökdə 3 15-dirsə, gəlin birinci A-nı tapaq. A olacaq 15 bölək kökdə 3. Düz danışdım mı? Məxrəci irrasionaldan azad edeyim. Məxrəcin qoşmasına vururduq. 15 vur kökdə 3 bölünsün. Kökdə 3 vur kökdə 3. Kökdə 3'ə vurdum 3. Bu 3 ilə bu 15 gedəndə nə qaldı burada? 5. Demək ki, tərəf 5 kökdə 3'dür. Amma məndən perimetr istəyir. Perimetr 6A axı. 6 dənə 5 kökdə 3'ün 30 kök altında 3. Aydın olur? Olur. Davam edirik. Uşaqlar, indi gəlir böyük diaqnal. Düzgün altıbucaqlının böyük diaqnalı DB şəklində işarə olunur və nəyə bərabərdir? 2A-ya. Böyük diaqnal da yenə qonşu olmayan təpələr birləşdirəcək. Amma bu dəfə ən uzaqda olanları birləşdirməlidir. Deməli, böyük diaqnalın düsturu nəymiş uşaqlar? 2A. Bunun da səbəbini belə deyə bilərəm sizə. Nəzərinizdə olsun ki, bütün düzgün fiqurların həm daxilinə, həm xaricinə nə etmək olur? Çevrə çəkmək olur. Cümləmi də deyirəm. Bütün düzgün fiqurların həm daxilinə, həm xaricinə çevrə çəkmək olur və bu çevrələrin kəsmə nöqtəsi bir yerdə olur. Bir nöqtədə olur, yəni üstə düşürlər. Onda mən bu digərlərinin hamısını çəkmiş olsam, bura 120'dir deyə, bura nə olacaq? 60-60. Onda buralar da nə olacaq? 60-60. Hətta burada olacaq 60. Nəticədə burada bir dənə nə yarandı? Bərabər tərəfli üçbucaq. Yəni bunların hamısına nə deyəcəm? A. Onda digərlərinin hamısı da A-dır. İndi fikir verdiniz uşaqlar, bu böyük diaqnal özündə neçə dənə A saxlamış oldu? 2 dənə A saxladı. Demək ki, böyük diaqnalın düsturu nəymiş həqiqətən? 2A. Misal 19'a baxıram. Misal 19. Tərəfi 8 olan düzgün altıbucaqlının böyük diaqnalını tapın. Uşaqlar, tərəf nəyə bərabərdir? 8'ə. Onda böyük diaqnal düsturu 2 dənə A-dır. 2 vur 8'dən cavab olacaq 16. Misal 20. Böyük diaqnalı 20 olan, böyük diaqnal 20'dirsə, deməli 2A-nı 20 eləyib, A-nı 10 tapacam. Perimetrini istəyir 6A-dır. 6 dənə 10'dan cavab olacaq 60. Necə də sadə. Davam edirik. Növbəti görün nə gəlir. Dördbucaqlı və onun xassələri. Yenə uşaqlar, tərfi verəndə görün necə başlamışıq. Heç bir üçü bir düz xət üzərində olmayan 4 nöqtədən və onları ardıcıl birləşdirən parçalardan ibarət olan fiqura
dördbucaqlı deyilir. Verilmiş nöqtələrə deyəcəyik deməli dördbucaqlının təpə nöqtələri. Birləşdirən parçaların adına isə dördbucaqlının nələri deyəcəyik? Tərəfləri. Məsələn, bu şəkildə ABCD-nin adı deməli dördbucaqlıdır. A, B, C və D nöqtələri bu dördbucaqlının təpə nöqtələridir. Və bu nöqtələri birləşdirən parçalar AB, BC, CD və AD bu dördbucaqlı nələrdir uşaqlar? Tərəfləridir. Dördbucaqlılar da deməli iki cür olur uşaqlar. Var qabarıq dördbucaqlı, bir də var qabarıq olmayan və yaxud çökük dördbucaqlı. Dərsin əvvəlində dedik, bir fiqurun qabarıq olub-olmaması necə müəyyənləşdirilirdi? İxtiyari tərəfindən xətt çəkirdik. Məsələn, AB-dən keçən xətti çəkdik. Əgər fiqur bu xəttdən bir tərəfdə qaldısa, onda bu olurdu qabarıq. Və heç vaxt dediyim kimi bir tərəflə kifayətlənmirik. Yəni beynimizdə elə ki, digərlərini də çəkmişik. Bəs bu birisi niyə çöküşdür? Məsəl üçün, bax, buradan keçən xətti çəksən, bu xəttin hər iki yarım müstəvisində fiqurun hissələri qalır deyə bunun adına deyirlər qabarıq olmayan və yaxud sadəcə çökük. Növbəti tərifə baxaq uşaqlar. Deyir ki, dördbucaqlının bütün tərəflərinin cəminə onun nəyi deyilir? Perimetri deyilir. Baxın, buradakı AB, BC, CD və AD-ni toplasaz, nə əldə eləmiş olacaqsınız? Perimetrini. Misal 21. Tərəflərinin uzunluqları nisbəti 2, 3, 5, 7 olan dördbucaqlının perimetri 102-dir. Uşaqlar, onda tərəfləri nə qəbul eləyərəm? 2K, 3K, 5K və 7K. Bərabərdir 102. 17K. Sakit olun, sakit. K'mız buradan neçə tapılacaq? 6. Deməli, birincisinə 2K demişdim deyə, birinci tərəf 12. İkincisi 3K'dır deyə 18. K'ların yerinə qiymətlərini qoyuram. Digəri 30. Ən son o da olacaq 42. 42. Başa düşə bildikmi? Tamam. Davam edirik. Növbəti görək nə gəlir. Dördbucaqlının daxili bucaqlarının cəmi neçə dərəcədir? 360. Uşaqlar, bu fiqurda daxili bucaqlar A bucağıdır, B bucağıdır, C bucağıdır və D bucağıdır. Və bunların da cəmi 360 dərəcədir. İndi misal 22-yə baxaq. Deyir, qabarıq dördbucaqlının iki bucağının hər biri 110 dərəcədir. Uşaqlar, 2 dənəsi 110 dərəcədir. Yazıram onda 110 üstə gəl 110. Üçüncü bucaq 70 dərəcədir. Üstə gəlinsin 70. Dördüncü bucaq nə qədərdir? Bilmirəm deyə x yazdım. Bərabərdir nəyə? 360-a. İndi hesablasaq. Bu eləyir 290. 290 üstə gəl x 360. X-imiz də oldu nə qədər? 70 dərəcə. Aydın oldu mu? Tamam. Davam edirik, görün, başqa nələrimiz var. İndi baxırıq bu qaydamıza. Deyir ki, ixtiyari dördbucaqlının tərəflərinin orta nöqtələrini ardıcıl birləşdirdikdə, alınan dördbucaqlının perimetri verilən dördbucaqlının diaqonalları cəminə bərabərdir. Uşaqlar, ilk öncə belə bir şey deyim ki, deməli, verilmiş bu ABCD dördbucaqlısının tərəflərin orta nöqtələrini birləşdirsəz, həmişə alınan fiqur olacaq poliqram. Poliqram birazdan keçəcəm sizə. Bu fiqur həmişə poliqram olur. Yaxşımı? Və bu poliqramın perimetri böyük dördbucaqlının nəyidir? Qaydada dedi, diaqonallarının cəmidir. Bunun da səbəbini belə izah edə bilərəm sizə. Məsəl üçün, M və N nöqtələrini birləşdirdim. Hər ikisi orta nöqtədirsə, onda bu M-nin adına ABC üçbucağının orta xətti demək olarmı? Bax, bir də deyirəm. Olar. Aysa olar. Deməli, uşaqlar, M nöqtəsi orta, N nöqtəsi də ortadır. Onda ABC üçbucağında, hamınız görə bilirsinizmi? ABC üçbucağında iki orta nöqtəni birləşdirən xəttin adı nədir? Orta xəttir. Və orta xətt nəyə bərabər olurdu? Paralel olduğu tərəfin yarısı.
Yəni AC bölünsün 2. İndi uşaqlar eyni şeyi K və L üçün danışsam. K ilə L-i birləşdirdim. Onda KL hansı üçbucağın orta xətti olar? ASD üçbucağının orta xətti olacaq. Onun da uzunluğu nəyə bərabərdir? AC bölü 2. Sonra N ilə K-nı birləşdirsəm uşaqlar. Bu N ilə K yeni orta nöqtələrdir. Onda bu NK hansı üçbucağın orta xətti olar? BCD'nin. Onda uzunluğu BD bölünsün 2'dir. M ilə L-i də birləşdirsəm, bu da ABD üçbucağının orta xəttidir. Onda bunun uzunluğu yenə BD bölünsün 2'dir. İndi uşaqlar, bu figurun perimetrini tapsaq, MN-in yerinə nə yazacağım? AC bölü 2. NK-nın yerinə BD bölü 2. KL-in yerinə AC bölü 2. ML-in yerinə də BD bölü 2. İndi AC bölü 2 ilə AC bölü 2-nin cəmi mənə nə verdi? AC-ni. BD bölü 2 ilə BD bölü 2-nin cəmi, bu da BD-ni. Nəticədə uşaqlar hiss elədinizmi? Böyük figurun nələrini tapdıq? Diagonallarının cəmini. Bu həmişə belə olacaq. Aydın oldu mu? Tamam. İndi gəlin buna aid misala baxaq. Misalımız var. Misal 23. Dörtbucaqlının diagonalları 10 və 12-dir. Sala bir dənə dörtbucaqlı çəkirəm. Bu diagonalların biri 10'dur. Biri də nə qədərdir deyir? 12. Buna 10 deyək, buna da 12 deyək. Təpələri onun tərəflərinin orta nöqtələri olan dörtbucaqlının perimetrini tapın. Uşaqlar, tərəflərin orta nöqtələrini qeyd edirəm. Bunda qaralarla qeyd edirəm. İndi bu qaralarla birləşdirdiyim həmişə nə olacaq dedim bayaqlar? Parallelogram olacaq. Və bunun perimetri verilmiş figurun nə idir? Diagonallarının cəmidir. 10 üstəgəlsin 12. Cavab nə oldu? 22. Amma belə də tapa bilərik də. Baxın, bu böyük diagonal 12-dirsə, onda bunlara 5-5 qalırmı? Bismillah. 6-6. 6-6. Əgər bu kiçik diagonal 10'dursa, onda bunlara da 5-5. İndi toplayın bu 5-6'ları. Yenə də perimetri nə olacaq? 22. Qaydanı tam öyrənə bildik mi? Tamam. İndi davam edirik. Gəlir uşaqlar, parallelogram və onun xassələri. Diqqətiniz məndə olsun. Qarşı tərəfləri paralel olan dörtbucaqlıya nə deyirlər? Parallelogram. Məsəl üçün, verilmiş bu şəkildə qarşı tərəflər nələrdir ki? BC ilə AD, fikir versinizmi? Paraleldir. AB ilə CD, bu da yenə paraleldir. Elə tərifi budur. Sonra növbəti qayda, parallelogramın qarşı tərəfləri bir-birlərinə bərabərdir. BC ilə AD bərabərdir. AB ilə də CD bərabərdir. Tərəfləri A və B olan parallelogramın perimetri 2 vurulsun A üstəgəl B düsturu ilə tapılır. Bax, perimetrin düsturu budur uşaqlar. İndi, misal 24'ə baxın. Deyir, parallelogramın tərəfləri 12 və 9 olarsa perimetrini tapın. 2 vurulsun A üstəgəl B deyildi mi aşağılar düsturumuz? Bu da olacaq 2 vurulsun. 12 üstəgəlinsin 9. 21, 2'yə də vurdum nə elədi? 42. Lap düsturu bilməsəz belə, qulasırsızmı? Düsturu bilməsəz belə, həmişə şəklini çəkib tapa bilərsiniz. Bu nə deməkdir? Bura 12, onda burada nə yazım? 12. Bura 9, burada 9. İndi perimetri tapın, ancaq nələri toplayacaqsınız? Kənar tərəflərin uzunluqlarını. Aydın oldu mu? Tamam. Davam edirik növbəti. Misal 25. Deyir ki, perimetri 32, tərəflərindən biri o birindən 3 dəfə kiçik olan parallelogramın kiçik tərəfini tapın. Gəlin belə bir iş görək uşaqlar. Bir dənə parallelogram çəkim. Bir dənə parallelogram çəkim. Tərəflərinin birinə x demişəmsə, digərindən 3 dəfə kiçikdirsə, onda digəri nə qədər olar? 3x. Onda mən bura x, burada nə deyərəm? 3x. Nəticədə perimetri tapın. Hamısının toplamı. Hamısının toplamı 8x
32. X'imiz tapıldı 4. Bu 4 oldu bunun kiçik tərəfi. Böyük tərəf soruşsaydı nə olardı? 12. Amma burada soruşduğu kiçik tərəf. Çatırmı? Tamam. Davam edirik. Növbəti qaydamız. Paralleqramın qarşı bucaqları bir-birinə bərabərdir və iti bucağı ilə kör bucağının cəmi 180 dərəcədir. Uşaqlar, iti bucaqla kör bucağın cəmi 180 dərəcədir qaydasını başqa cürdə ifadə etmək olar. Paralleqramın ixtiyari tərəfinə bitişik olan bucaqların cəmi 180 dərəcədir. Onsuz da hansısa bir tərəfə bitişik olan iki cür bucaq olur. Biri it olur, biri də kör. Bunların da cəmi 180-dir. Bunun əslində səbəbini daha rahat göstərmək olar uşaqlar. Bir dənə fikir verin. AB tərəfini görürsünüzmü? AB tərəfinə bitişik olan bu alfa bucağı ilə beta bucağı daxili bir tərəfli bucaqlardır. Daxili bir tərəfli bucaqların da cəmi nə qədər olurdu? 180. Həmin ona görə deyirik ki, alfa üstəgəl beta nəyə bərabərdir? 180-ə. İndi gəlin növbəti misalımıza baxaq. Misal 26 görün nə deyir? Deyir ki, ABCD paralleqramında B bucağı və D bucağı verilibdir. A bucağını tapın. Uşaqlar, təbii ki, mən ilk öncə nə etməliyəm? Bir dənə paralleqram çəkməliyəm. A, B, C, D. Uşaqlar, A, B, C, D yazılıbdırsa, mütləq bunlar ardıcıl qeyd olunmalıdır. Birindən başlayırıq, ardıcıl. Məsəl üçün, A, B, bura D, bura C yazmağız səhvdir. Onda o ABCD paralleqramı olmur. Olur bilsin nə? A, B, D, C paralleqramı. Başa düşdünüz nə demək istəyirəm? Verilmiş ardıcılığı mütləq gözləməlisiniz. İndi B bucağı verilibdir 5x üstəgəlsin 20. D bucağı da buradır. 7x çıxılsın 20. Uşaqlar, şəkildə qeyd edəndən sonra gördüm ki, bunlar əslində nəymiş? Qarşı bucaqlar imiş. Bayaqlarda dedik ki, qarşı bucaqlar bir-birinə bərabərdir. Yazıram onda nə? 5x üstəgəlsin 20 bərabərdir 7x çıxılsın 20. Burada mənfi 2x bərabər oldu mənfi 40 dərəcə. Onda x-imiz nəyə bərabər oldu? 20 dərəcə. X-imiz 20 dərəcədirsə, gətirib yerinə qoysam. 5 vur 20, üstəgəl 20. Bura nə qədər oldu uşaqlar? 120. Kör bucaq 120-dirsə, onda bu A bucağı, iti bucaq neçə dərəcə olar uşaqlar? 60. Necə tapdınız o 60-ı? Təbii ki, 180-dən çıxmaqla. Çatdı mı? Tamam. Növbəti misal 27-yə baxırsınız. Deyir, ABCD paralleqramında AB və C bucaqlarının cəmi nə qədərdir? 225. D bucağını tapın. Təbii ki, paralleqramın daxili bucaqlarının cəmi 360 olduğuna görə 360-dan 225-i çıxacaqsınız. Cavabımız qalacaq nə qədər? 135. Aydın oldu mu? Tamam. Davam edirik. Deyir ki, ABCD paralleqramının A bucağının tənböləni BC tərəfini Y nöqtəsində kəsirsə, onda BC tərəfi B nöqtəsindən başlayaraq BY və YC parçalarına bölünür. Həmçinin AB bərabər olur BY-yə. Gəlin bunun səbəbini göstərim sizə uşaqlar. Baxın, A bucağının tənbölənini çəkirəmsə, bu çəkdiyim xəttin tənbölən olduğunu necə göstərirdik? Alfa-alfa yazmaqla. İndi uşaqlar, burada Z hərfini görə bilirsiniz. 4 dənə hərflə deyirəm. B, Y, A, D. Gözünüz izləsin. B, Y, A, D. Bax bu hissə. Onda bununla bu daxili çarpaz bucaqları olduğuna görə aşağısı alfadırsa, bunun burası da alfa olacaq. İndi istəyirəm ki, AB'yi üçbucağına baxasınız. Baxın AB'yi üçbucağına. Hansı növ üçbucaqdır? Bərabər yanlı. Çünki bu alfa ilə bu alfa bərabərdirsə, onda AB tərəfindən də BY tərəfi bir-birlərinə bərabər olacaq. Həqiqətən də orada həmişə bərabər yanlı üçbucaq yaranır. İndi misal 28-ə baxaq. Deyir, paralleqramın tərəfləri 5 və 8 olarsa,
iti bucağının tənböləni böyük tərəfi hansı parçalara ayırır? Bir dənə parallelogram çəkin. Bir dənə parallelogram çəkin. Tərəflər nə ilə nədir deyir? 5, 8. Qeyd edirəm bunları. İndi iti bucağının tənbölənini çəkdim. Hardan bilim ki bu tənböləndir? Alfa yazmaqla bildim. İndi bu aşağısı alfadırsa Z tərfi qaydasına görə burada alfa olarmı? Onda belə çıxır ki bu tərəflə bu tərəf adlandırmış olsam A, B, Y, S, burada D. Onda BY də 5 olacaq. Bütöv BS'miz 8 idi axı. Onda YS'nin payına qalan 3. Deməli uşaqlar, böyük tərəf hansı parçalara bölündü? 5-dən 3-ə. Və necə tapdıq, bildinizmi? Tamam. 8-dən 5 çıxdıq. Biri həmişə kiçik tərəfə bərabər olur. Digəri isə böyük tərəflə kiçik tərəfin fərqinə. Misal 29. Perimetri 24 olan paralleloqramın tənbölənləri qarşı tərəf üzərində kəsişir. Böyük tərəfi tapın. Deməli uşaqlar, bir dənə paralleloqram çəkirəm. Həm iti bucağının tənbölənini çəkirəm uşaqlar, həm də kör bucağının. Bura alfa, alfa, bura beta, burada beta. Adlandırıram. A, B, S, bura D, burada olsun Y. İndi yenə də uşaqlar Z tərfi qaydasını istifadə edəcəyik. Görün nə danışıram. Bura alfadırsa, bunun burasına da alfa desəm, AB ilə BY bərabər olarmı? Mən bura A desəm, onda burada olacaq A. Çatırım bu hissəsi. AB-yə A demişəmsə, CD-yə də nə deyə bilərəm? A deyə bilərəm. Çünki nədirlər? Qarşı tərəfdirlər. Həmçinin, baxın, bura betadırsa, bunun burasına da beta deyirəm. Onda YSD, o da yenə necə oldu? Bərabər yanlı 3 bucaq oldu. Onda CD ilə YSD bərabər. Burada yazıram A. İndi bütöv BC tərəfi nə qədər oldu? 2A. Onda razısızmı? AD-yə də 2A yazım. Nəticədə bunun perimetrini deyə bilərsiniz. Perimetr bütün tərəflərin cəmidir deyə. Bax, bunların hamısını toplayın. 6A bərabərdir 24-dən. A nəyə bərabər oldu? 4-ə. Onda bunun böyük tərəfi cavab olacaq 8. Bizdən hansını istəyirdi? Böyüyünü istəyirdi, cavab oldu 8. Yaza biləcəksiniz? Səbirli şəkildə bunları qurandan sonra misalı həll eləmək olur. Davam edirik, görün nə gəlir uşaqlar. Deyir ki, paralleloqramın bir tərəfinə bitişik bucaqlarının tənbölənləri düz bucaq altında kəsişir. Məsəl üçün, AD tərəfinə bitişik olan bucaqların tənbölənlərini çəksək, burada həmişə neçə dərəcə yaranacaq? 90. Bu 90-ın səbəbini göstərməliyəm sizə. Mən bura alfa desəm, burada alfa deyəcəm. Buna beta desəm, buna da beta. Bayaqlar dedik ki, paralleloqramın iti bucağı ilə kör bucağının cəmi nə qədərdir? 180. Onda yazıram ki, 2 alfa üstəgəl 2 beta bərabərdir 180 dərəcə. Onda alfa üstəgəl betamız nə qədər olur? 90 dərəcə. Uşaqlar, bu alfa ilə bu betanın cəmi 90-dırsa, Y bucağının özü də 90 olmalıdır ki, AYD-nin cəmi 180 olsun. Həqiqətən də tənbölənlər 90 dərəcə bucaq altında kəsişirlər. Sonra, növbəti qaydamız deyir ki, paralleloqramın diaqonalları kəsişmə nöqtəsində nə edir? Yarıya bölünür. Həqiqətən də uşaqlar fikir verin. AC diaqonalı ilə BD diaqonalı kəsişmə nöqtəsində nə edir? Yarıya bölünür. AO x-dirsə, OC-yə də x, BO y-dirsə, OD-yə də nə deməlisiniz? Y deməlisiniz. Buna gəlin bir dənə nümunə yazaq. Misal 30. Deyir ki, ABCD paralleloqramının perimetri 76-dır. OA isə 16-dır. Uşaqlar, OA 16-dırsa, OC-yə də 16 deyil mi? O 8-8-i nə zaman bölərdik? AC 16 olsaydı. Aydın oldu mu? Bunu yazdım. Sonra
paralleqramda qarşı tərəflər bərabərdir deyə gəlin bunları da düzək. İndi öz perimetri 76'dır. Yəni 2a üstəgəl 2b 76'dırsa, hamısını 2'yə bölsəm a üstəgəl b nə qədər oldu aşağılar? 38. İndi məndən istəyir 38 deyib 39 yazan, bəlkə də yeganə riyaziyyat müəllimi aşağılar. Bu oldu 38. İndi ADS, baxın ADS bu üçbucağın perimetrini istəyir məndən. Neyiniyim? Toplayaq. A üstəgəl B üstəgəl 32 idi. A üstəgəl B'nin də yerinə 38 qoyun. 38 üstəgəl 32 cavabımız nə oldu uşaqlar? 70. Aydın olurmu? Tamam. Gəlin buna bir dənə də nümunəyə baxaq. Bir perimetri 56 olan paralleqram diagonalları ilə 4 üçbucağa bölünmüşdür. Uşaqlar diagonallarla 4 üçbucağa bölünübsə belə bir şey eləyirdik də. X, X, Y, Y. Tərəflər də nə olsunlar? AB, AB. İki qonşu üçbucağın perimetrlər fərqi 8 olarsa, paralleqramın tərəflərinin uzunluqlarını tapın. Diqqətiniz məndə olsun, görün nə edirik uşaqlar. Öz perimetri 56'dır. Nə yazım? 2a üstəgəlsin 2b bərabərdir 56. Onda a üstəgəl b'miz nə qədər oldu? 28. Birinci bunu yazaram. Sonra deyir ki, iki qonşu üçbucağın perimetrlər fərqi. Məsəl üçün, perimetr AOD, AOD üçbucağı çıxılsın perimetr AOB deyək. Bu bərabərdir 8. İndi uşaqlar, deyin görün, AOD'nin perimetri nəyə bərabərdir? AOD üçbucağını görə bilirsinizmi? Bu da buradır da. AOD. A üstəgəl X üstəgəlsin Y-dir. Bundan çıxıram AOB'nin perimetri. AOB üçbucağı da buradır. B üstəgəlsin X üstəgəlsin Y. Bərabərdir nəyə? 8'ə. İndi açaq bu mötərizələri. A üstəgəl X üstəgəl Y çıxılsın B çıx X çıx Y bərabər 8. Buradan bu X'lər Y''lər gedirlər. A çıx B'miz nə qədər oldu uşaqlar? 8. A üstəgəl B nə qədər idi? 28. İndi gəlin bir dənə tənliklər sistemi quraq. A üstəgəlsin B'miz 28'dir. A çıx B'miz isə 8'dir. Tərəf-tərəfə toplayanda B'lər gedir. Onda 2A 36, A 18 oldu. Bu 18'i birincidə yerinə qoysaq, B'ni də tapacaq 10. Elə məndən də bunları soruşurdu da. Paralleqramın tərəflərini tapın deyirdi. Tapdıq ki, biri 18, biri də 10'dur. Sonra davam edirik. Bu son qaydamız olmalı uşaqlar. Tamam. Deməli, görün nə deyir? Deyir ki, diagonalların kvadratları cəmi tərəflərin kvadratları cəminə bərabərdir. Deməli, uşaqlar, qaydamız budur ki, paralleqramda əgər diagonallar və tərəflər verilibdirsə, bunlar arasında belə bir əlaqə var. Diagonalların kvadratları cəmi bərabərdir. Bütün tərəflərin kvadratları cəmi. Bütün tərəflərin kvadratını yazanda fikir verirsinizmi? 2 dənə A kvadratı görürsünüz. 2 dənə də B kvadratı görürsünüz. Onlardan da 2'ni mötəzə xaricən çıxardanda düsturun son halı bax bu formada olur. Başa düşdükmü? İndi misal 32'də paralleqramın diagonalları 17 və 19 edir. Bir dənə paralleqram çəkim. Bax bu diagonal olsun 17. Bu diagonal olsun 19. Tərəflərin biri 10'dursa digər tərəfini tapın. Neynəyəcək uşaqlar? Düsturu bir dəfə də yazaq. Diagonallar var. D1 kvadrat üstəgəl D2 kvadrat. Bir də tərəf var. 2 vurulsun. A kvadrat üstəgəl B kvadrat. 17'nin kvadratı üstəgəlinsin. 19'un kvadratı bərabərdir. 2 vurulsun. X kvadrat üstəgəlinsin. 10'un kvadratı. 17'nin kvadratı 289. 19'un kvadratı 361. 2 vurulsun X kvadrat üstəgəlinsin
200. İndi bu ikisini topladım. Nə qədər elədi uşaqlar? 650. 2'ye de vurdum da, vurdum açtım. Eləyir 650. 650'den 200 çıxanda 450 eləyir. 2'ye də böləndə eləyir 225. Demək ki, x'imiz nəyə bərabər imiş? 15'e. Tam başa düşə bildiyimi? Tamam. Sonra uşaqlar, 2 dənə qayda var, onu da deyim sizə. Deməli, çox sadə qaydadır. Bir paralleqramın hər bir diaqonalı onu 2 dənə kongruent üçbucağa bölür. Bu nə deməkdir? ABCD paralleqramında əgər bircə dənə AC diaqonalını çəksəz, onda yuxarıda yaranan ABC üçbucağı aşağıda yaranan ADC üçbucağı ilə kongruent olacaq. Yəni tamamilə eyni üçbucaq olur. Yox, əgər BD diaqonalını çəksəz, onda ABD üçbucağı ilə BCD üçbucaqları olacaq kongruent. Başa düşdüyümü? Tamam. Bir də hündürlüyündən danışaq uşaqlar. Deməli, deyir ki, paralleqramın hər hansı təpəsindən qarşı tərəfə çəkilmiş perpendikulyara bu paralleqramın nə deyilir? Hündürlüyü deyilir. Uşaqlar, əgər hündürlükləri körbucaq təpəsindən çəkirsinizsə, onda bu hündürlük paralleqramın daxili ovlasında yerləşəcək. Görə bildinizmi? Məsəl üçün, B-dən CD-yə də çəksəz, yenə daxildə yerləşəcək. Amma iti bucaq təpəsindən hündürlük çəkirsinizsə, bu mütləq düşəcək hara? Xarici oblastda və qarşı tərəfin uzantısına. Xatırlayırsa, körbucaqlı üçbucaqda, məsələn deyirəm ki, bu nöqtədən bu tərəfə hündürlük çəkin. Nə edirdik? Xaricdən çəkirdik və bu tərəfi də belə uzadırdıq. Bu da olurdu hündürlük. Başa düşdünüzmü? Tamam. Və nəhayət son bir qaydamız. Bu qaydaya baxaq uşaqlar. Deyir ki, paralleqramda, eləcə də üçbucaqda tərəf nə qədər böyük olarsa, ona çəkilən hündürlük bir o qədər kiçik olar. Bu nə deməkdir uşaqlar? Böyük tərəfə kiçik hündürlük çəkilir, kiçik tərəfə isə böyük hündürlük çəkilir. Oldu mu? Tamam.